Təsəvvür edin, planetimizin bir gündəliyi var. Əsrlər boyu yazılan səhifələr, meşələrin pıçıltısı, okeanların nəğməsi ilə doludur. Bəs son səhifəsi? O səhifə biraz fərqlidir. O, səssizdir. Gözlə görünməyən bir mürəkkəblə yazılıb. Əgər yer öz gündəliyini yazsaydı, sonuncu əsr haqqında qara mürəkkəblə belə yazardı. Plastik dövrü. Amma bu dövr, bilirsiniz, təkcə o nəhəng zibil adaları ilə yadda qalmır. Xeyr, məsələ daha dərindir. Söhbət zamanın görünməz izlərindən gedir. Gözlərimizin görmədiyi, amma varlığımızın ən dərinliklərində hiss etdiyi izlər. Hər an bizi əhatə edən, amma fərqində olmadığımız görünməyən bir dünya var. Yox, bu ruhani bir məfhum deyil, bu fiziki bir reallıqdır. Bax elə indi, nəfəs aldığınız o havada, içdiyiniz o suda bir sir gizlənir. Və bu sir təkcə planetin yaddaşına yox, hətta bizim DNT-mizə qədər həkk olunur. Onlar bizimlə birlikdə nəfəs alır, bizimlə birlikdə su içir və getdikcə artıq yad olmaqdan çıxırlar. Elə bil, bizim bir parçamıza çevrilirlər. Bu, sadəcə uzaq bir hekayə deyil, bu bizim hekayəmizdir. Hüceyrələrimizin dərinliyində yazılan bir hekayə. Artıq buna sir demək olmaz. Bu başqa bir şeydir. Bu, səssiz bir işğaldır. Planetin ən ucqar nöqtələrindən tutmuş, bədənimizin ən dərin qatlarına qədər uzanan bir işğal. Və bu işğalın bir adı var. Nanoplastik dövrü. Yaxşı, bəs nədir bu səssiz işğalçılar? Elmi dildə onlara nanoplastik deyilir. Təsəvvür edin, o qədər kiçikdirlər ki, bir saç telinin enindən minlərlə dəfə daha incədir. Məhz bu qədər kiçik olduqları üçün də bədənimizin ən güclü müdafiə sistemlərini, o bioloji bariyerləri asanlıqla aldadıb keçirlər və birbaşa hüceyrələrimizin içinə daxil olurlar. Onların səyahəti adətən torpaqdan başlayır. Bitkilərin kökləri vasitəsilə sorulur, gövdəsinə, yarpaqlarına, oradan da meyvələrinə daşınır. Və beləcə, qida zənciri ilə heç bir mane olmadan gəlib bizim süfrəmizə çıxır. Oradan isə birbaşa bədənimizə. Yaxşı, bədənimizə daxil oldular, sonra nə olur? Onlar orada sakitcə durmur əlbəttə. Məsələn, hüceyrələrimizdə oksidləşdirici stres yaradırlar. Bu nə deməkdir? Sanki hüceyrələrimizi vaxtından əvvəl paslandırır, qocaldır. Beynimizə göstərdiyi neyrotoksik təsirlərsə yaddaşımızı zəiflədə, öyrənmə qabiliyyətimizi aşağı sala bilər. Bütün bunlar axırda DNT-mizin zədələnməsinə, yəni genetik kodumuzun pozulmasına gətirib çıxarır. Bu artıq gələcəyin problemi deyil, elə bugünün reallığıdır. Və problem odur ki, bu təkcə bizim fərdi sağlamlıq problemimiz deyil. Bu, mikroskopik zərrəciklər əslində bütöv bir planetin ahəngini pozur. Bütöv bir ekosistemin ritmini dəyişdirir. Hər il 400 milyon ton. Təsəvvür edirsinizmi? Bu rəqəmi ağla sığdırmaq çox çətindir. Bax, bu bizim hər il planetə qoyduğumuz plastik mirasıdır və bu mirasın sonu o görünməz işğalçılara çevrilmək olur. Bu qrafikə bir baxın. Bu sadəcə rəqəmlər deyil. Bu, əslində planetimizin qızdırma cədvəlidir. Görürsünüz, 1950-ci ildən bəri okeanlarımızdakı plastik miqdarı necə də dayanmadan artır. Bu artış isə sadəcə suyu çirkləndirmir, bütün planetin sağlamlığını təhlil edir. Bəzi tədqiqatlar isə çox heyrətamiz, hətta biraz da qorxuducu bir əlaqəni ortaya qoyur. Okeanlardakı plastikin artması ilə okean temperaturunun artması arasında birbaşa bir əlaqə ola bilər. Necə? Çox sadə. Bu kiçik plastik zərrəciklər günəş istiliyini bir süngər kimi özünə çəkir və okeanın dərinliklərinə həbs edir. Yəni, bu bəlkə də heç təsadüf deyil, birbaşa səbəb-nəticə əlaqəsidir. Belə bir qlobal təhlükə qarşısında insan istər-istəməz bir anlıq dayanır və düşünür. Həqiqətənmi hər şey bu qədər qaranlıqdır? Bu tunelin sonunda bir işıq varmı? Yəni, bir çıxış yolu varmı? Bu səssiz işğal, bu dəyişən ritm qarşısında biz tamamilə acizikmi? Hər şey bitibmi? Yoxsa insan zəkası öz yaratdığı bu nəhəng problemi həll edəcək gücdədir? Bəli, bir ümid var və bu ümid elmin dərinliklərindən, elə insan zəkasının özündən gəlir. Söhbət atmosferdən su generatorlarından gedir. Bu, demək olar ki, bir möcüzədir. Bizə nanoplastiklərdən tamamilə təmizlənmiş bir su mənbəyi təqdim edə biləcək bir texnologiya. İşləmə prinsipi isə inanın möcüzəvi dərəcədə sadədir. Cihaz havadakı rutubəti, yəni nəmi toplayır, onu xüsusi filtrlərdən keçirir və nəticədə bizə saf, təmiz, içməli su verir. Bu, təkcə bizim üçün deyil, bütün planet üçün yeni bir nəfəs ola bilər, təmiz bir başlanğıc. Çirklənmiş su mənbələrindən asılılığı azaltmaq üçün real bir şans. Və beləcə yenə də gəlib o fundamental suala çıxırıq. Bəşəriyyət öz yaratdığı ən böyük problemi öz zəkası ilə həll edə bilərmi?
Bu nanoplastik dövrünün salnaməsini yenidən yazmaq. Bu artıq bizim seçimimizdir, bizim məsuliyyətimizdir.